Nizami rayonu Babək prospektində yola çox yaxın bir yerdə həyətinə maşın girən, evin qarşısında maşın saxlamağa yeri olan geniş təmirli dəhliz sistemi olan geniş otağı olan 3 otaqlı ev çıxıb satışa. Burada böyük zalı var, küçəyə baxır. Evin qarşısında maşın saxlamağa yeri var. Qoşa daşla tikilib, kombi sistemi. Evin zirzəmisi də var. Təmirli evdir, dəhlizi çox böyükdür. 2 metrə enində dəhlizdir. Otaqlar dəhlizə baxır, pəncərələrin qabağı açıqdır. Avtobus dayanacağına, məktəbə, Babək prospektinə çox yaxın bir yerdə yerləşir. Sənəd texniki pasportdur. Bələdiyyənin verdiyi texniki pasportdur. Evə qeydiyyata düşmək olar, pasport qeydiyyatına düşmək olacaq. Evin kvadratı böyükdür. 100 kvadratdan çoxdur, hardasa 120-130 kvadrat evdir, yəni böyük ərazisi. Qiymət yazılacaq elan üzərində, amma o qiymətə nəzərinizə çatdırım ki, ev yoxdur.